Selamun Aleyküm Şeyh. Allah sizə Və aleykum salam. Şeyh, yenə Allah müvəffəq elədi, görüşdük. Elhamdülillah. Bu qurbanla bağlı bəzi suallar var idi. Demək Şeyh, bu nəzir qurbanı, sonra hansısa işim alınsın kəsməyə qurbanı, bunlarla bağlı zəhmət olmasa bəzi. Əslində nəzir şərtsiz, nəzir iki cürdür. Var şərtli nəzir, yəni işin düşəndə deyirsən, ya Rabbi bir daha belə olsun qurban getsən. Ya Rabbi belə olsun, məsələn, nəsiz, ayaqqabısız Məkkəyə gedəcəm. Məsələn də cürbəcə şeylər nəzir edirlər. Yəni, özlərinin əslində nəzir, şərtli nəzir, özlərinin yükləməkdir. Vacib olmayan sənə bir şeyi özüvə vacib eləyirsən. Və sonra çox vaxtda, onun vaxtı gələndə deyirsən, imkanım yoxdur eləyim. Ona görə nəzir, o şərtli nəziri eləmək lazım deyil. Sən nəzir eləməksən, nəzir elə də, şərtsiz. Deyirsən, qurban kəssən, deyirsən, bu nəzir Allah üçün. Və salam. Amma qaldı ki, işin düşəndə, ona görə şərtli nəzir, işi düşəndə, bu nəzirə deyirlər paxılların nəziri. Paxılların. Yəni, işi düşməyəndə kəsmir, vermir heç nə, sədəqə zat. İşi düşəndə, ya Rabbi, instituta getsin, gelirsən. İnstituta gedməkdən qabaq da elə də. Eləmirsən, gəlirsən 19-20 yaşa, 18 yaşa, 17 yaşa və s. Nəzir yadıma düşür. Lakin sual nədir? Təbii ki, iki cürdür. Şərtli, bu bəyənilmir, amma desən gərək olsa eləyəsən və şərtsiz. Şərtsiz bəyənilir. Lakin sual nədir? Nəzir ətindən yemək olar, kəstirən adam yeyə bilər. O barədə səhih bir şey yoxdur. Ona görə nəzir heyvandan hətta birdən kəstirsən, o heyvandan özüvə pay götürə bilərsən. Bir də Şeyh, bu qurban kəsiləndə, məsəl üçün, neçə hissəyə bölünməlidir? Belə var, qayda nəsə? Yox, gəlməyib. Quran sünnədə bölünmək barədə gəlməyib. Sadəcə var sahabələrdən, var tabiinlərdən, var alimlərdən. Rəylər ki, məsələn, bəzilər 7 yer deyil, 3 yerə, bəzilər deyil, 3 hissəyə bölcən deyil, bir hissəsi kasıb, bir hissəsi qonşu, bir hissəsi özüvə. Amma o barədə dəqiq bir şey yoxdur. Ona görə birdən kəssən, heç nə verməsən, yenə sayılır. Birdən kəssən, hamısını paylaşsan, yenə sayılır. Təbii ki, kömək eləsən yaxşı olar. Yəni, Qurban bayramında hikmət nədir? Qurban bayramında ki, kasıblar da, onlar da ət payı düşsün onlara. Onlar da bayram günü yemək pişirsinlər. Çünki xüsusən də özünüz görürsünüz ki, ət bahadır. Ət bahadır. Hətta bəzi ölkələrdə ildə bir dəfə yeyirlər. Yəni, ət elə bahadır. Yəni, bizdə əlhamdülillah, lakin yenə ət bahadır. Ona görə belə rahat yeyinti deyil də ki, gedəsən, hər gün alasan, həftədə bir dəfə. Biraz çətindir. Elə ailələr var. Ona görə, vallahi, yəni, cəndəyi neçə olmasa çox hissəsini paylaşsanız daha yaxşıdır. Allah razı olsun. Amma özün üçün də götür. Yaxşı olar ki, öz qurbanından özün yiyəsən. Bəli. Allah sizə bərəkət versin Şeyh. Şeyh, bir də bu heyvanların yaşı neçə olmalıdır? Qoyun azı 6 ay, keçi azı 1 il, dana azı 2 il, dəvə azı 5 il. Onların dişi erkək məsələsi fərqi yox, dişi erkək fərqi yoxdur. Yəni bəzilər deyir, ancaq qoç olmalıdır. Yoxdur onu dəlil axı. Ola bilər şəkildə qabaq, Sovetli vaxtda şəkillər var idi. İbrahim əleyhissalam gör ki, İsmaili kəsir, qoyunlar gəlir. Qoyunlar da özdə, şəkil çəkənlər də buynuzda idi, bilməm. Köhnə adamları yadlarına düşür. Var idi belə şəkillər. O insanlar olsa beyində qalıb ki, bunlar qoşdular. Amma yox. Əksinə, dəlil yoxdur kişi, dəlil yoxdur erkək və ya dişi olsun. Qadın da kəsə bilər əslində heyvan. Bizdə adətdir ki, qadın ayıbdır kəsməz. Yox, qadın kəsə bilər. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında qadın kəsdi, Peyğəmbər sallallahu aleyhi ve sellem heç nə demədi. Görsən ki, olar. Şeyh, üzü qibləyə çevirmək unutur. O şərt deyil, üzü qibləyə birdən unutsa eyb etməz. Bismillah, Allah akbar da yadından çıxma, amma qurban kəsir. Allah, nə oldu? Qibləyi də çevirməyib, Bismillah da deyil. Yox, qurban kəsir. Həyəcandan mı? Düzdür, indi təzə adam kəsəndə biraz ola bilsin, həyəcanlansın. İstəyirdi demək, məhz kəsən vaxtı yadından çıxır, eyb etməz, hələ eyb etməz. Qəsdən deməsə, o əti yemək olmaz, leşdir. Amma niyyətində var idi, sadəcə indi ola bilər heyvan, qəssablar daha rahatdır, onlar çox adi bir şeydir. Onlar kəsəndə Bismillah deyib kəsirlər.
Amma indi məsələn adam heç vaxt kəsmir və ya nadir hallarda öyrəşməyib. Allah razı olsun. Bəli. Allah sizə bərəkət versin. Hansısa bir iş alım olmuş, görməmişdən qabaq. Yəni nəzir Olar. ki, o iş Olar. Qurban kəssən ki, Allaha dua etsə, ya Rab, bu salih əməli gördüm. o şərti sahib. O cür Allaha təvəssül eləmək olar. Salih əməllərlə. Bəli, olar. Allah sizə bərəkət versin. Yaxşı, Allah razı olsun. Salam aleykum, rəhmətullah, bərəkatuhu.